Növbəti süjetimizdə dünyada geniş tətbiq olunan blefaroplastika əməliyyatının həm estetik görünüşə, həm də görmə funksiyasına təsirindən danışacağıq. Blefaroplastika göz qapaqlarında yaranan sallanma və artıq dəri probleminin aradan qaldırılması üçün tətbiq olunan estetik və funksional cərrahi əməliyyatdır. Dünyada ən çox həyata keçirilən üz estetik əməliyyatlarından biri hesab olunur. Dünya Göz Xəstəxanasının oftalmoloq cərrahı Onur Abdik bildirir ki, bu prosedur həm görünüşü cavanlaşdırmağa, həm də bəzi hallarda görmə sahəsini yaxşılaşdırmağa kömək edir. Əməliyyat zamanı yuxarı və ya aşağı göz qapaqlarındakı artıq dəri və piy toxumaları götürülür. Müasir üsullar sayəsində əməliyyat təhlükəsiz və effektiv şəkildə icra olunur. Göz kapağı gözün önüne gelerek görme alanını da kapatır. Görme alanı ve optik aksı özellikle de kapatırsa gözün görmesini tamamen bile alabilir. Aynı zamanda göze ağırlık yaptığından dolayı göz yorgunluğuna sebep olur. Tüm bu faktörleri birleştirdiğimiz zaman blefaroplasti ameliyatı sadece dış görünüşü düzeltmiyor, aynı zamanda da gözün fonksiyonlarını da yerine getiriyor. Blefaroplastika adətən qısa bərpa müddəti ilə seçilir. Nəticədə göz ətrafı daha gənc, dinç və canlı görünüş qazanır. Mütəxəssislər əməliyyatdan əvvəl ətraflı müayinə və fərdi qiymətləndirmənin vacibliyini vurğulayırlar. Blefaroplasti ameliyatından önce çok iyi bir planlama yapmak için gözün detaylı bir muayenesi gerekir. Bundan dolayı göz kapağı ameliyatı olacak hastaların bir göz doktoruna önceden başvurmaları mutlak şarttır. Başka hekimler de bazen blefaroplasti ameliyatları yapabiliyorlar. Plastik cerrahlar da yapabiliyor ki yapabilirler. Bu doğrudur ama gözün durumunu bilmeden, yani gözdeki bazı hastalıkları önceden incelemeden yapılan ameliyatlar maalesef sonucunda göz kuruluğu gibi, göz yüzeyinin bozulması gibi, kronik konjüktivitler gibi bazı yan tesirlere ve komplikasyonlara sebep olmaktadır. Erkən diaqnostika və düzgün planlama uğurlu nəticənin əsas şərtlərindəndir. Bugün blefaroplastika həm estetik, həm də tibbi göstərişlərlə geniş tətbiq olunan əməliyyatlardan biridir.